Siz çayı nə ilə içməyi sevirsiniz? Onu rəylərdə yazarsınız. Mən də bu günləri aldığım otları sizlərə göstərmək istəyirəm. Bilirsiniz ki, bu yaxınlarda İsmailliyə getmişdik və İsmaillinin da ən məşhuru otlarıdır. Və mənim yoldaşımın təzyiqi var, tez-tez yuxarı təzyiq olur. Ona görə elə bu otlar onun üçün çox xeyirlidir. Ən çox istifadə etdiyim bu qızıl güllərdir. Ramaşkanı da aldım ki, əsəb sakitləşdirir. Bu ot isə təzyiq otudur. Deyirlər ki, təzyiqi yuxarı olan adam içəndə yaxşı olur. Bunu isə anam üçün almışam, çünki qarışıq otlardan ibarətdir və pay kimi almışdım. Bu otun adı nədir? Artıq yadımdan çıxıbdır. Siz bilirsinizsə yazarsınız. Əlavə olaraq buradan nanə almışam, eyni zamanda kəkotu almışam. İçərisi limonlu olanı da var, sadə olanı da var. Limonlu olanın bir stəkanı 2 manat idi. Və belə bir böyük üzərlik almışam. Qomu 1 manatdır. Bunu biz şəhərdə balacasını 1 manata tapırıq.